yoxam buralarda. Bunun səbəbi isə qızım İncinin nisbətən daha huysuz, daha aqressiv, daha kaprizli olduğu bir zamanda olmasıdır. Yəni böyüdüyü üçün normal olaraq belə huysuz olması da çox normaldır. Amma bütün bunlar insanın vaxtını bir xeyli alır. Xüsusən də burada videoda gördüyünüz kimi əlavə qida olaraq təkcə sıyıq yox, birazdan görəcəksiniz, həm də kartof, kök, püreləri və s. verməyə başlamışıq. Nisbətən bu tip qidalarda uşaqlarda müəyyən qədər əslində bu tip qidalar uşaqlarda sindrom problemləri yaradır. Ancaq hələ ki şükür biz elə bir sindrom problemi yaşamamışıq. Yəni həzm sistemi problemləri yaşamırıq. İnşallah ki heç yaşamarıq da. Sadəcə genel olaraq huysuzdur. İstəyir ki onunla çox oynayaq, çox maraqlanaq. Bir də əllənib ayaqlanıb artıq. Yəni əvvəl məsələn bir yerdə uzandırırdıqsa uzun müddət o formada qalırdısa, indi artıq hər şeyə əl atır. O gülmək, əylənmək istəyir. Təbii ki bu da biraz yorucu olur valideyn üçün. Çünki dayanmadan eyni şeyi uzun müddət eləmək istər-istəməz insanı yorur. Videodan da gördüyünüz üzrə İncinin bir çox kirlənmiş paltarlarını, ləkələrini təmizlədim. Daha sonra yumağa qoydum. Burada da onu soyundurub geyindirirəm yeni paltarlarını. Bu arada qətiyyən paltar çatdıra bilmirik. Tez-tez kirlənir. Hətta belə deyərdim, artıq body kimi, yəni ayaqlı bodylərdən artıq qurtulub ayaqsız bodylərə keçirik. İnşallah yaxın günlərdə kargolarımız gələcək, hər birini çəkib paylaşacağam. Təkcə geyim yox, həm də yeməkdə almışıq, yəni əlavə qidaya keçid üçün bəzi sıyıqlar, bəzi yağlar və s. hər birini bir-bir çəkib izahlı şəkildə göstərəcəm. Axır ki burada da İnci xanım püresini yeyir. Bunu nənəsi hazırladı. İçində kartof, kök, biraz da zeytun yağı var, çox az və biraz da su qatırıq hər zaman ki, qatılığı çox qatı olmasın. Yəni çox qatı da olanda yemək çətin olur. Burada da oyuncaqla onun başını qatıram ki, yeməyə həvəsi olsun. Nədənsə bu dəfə digər günlərə nəzərən birazca incitdi bizi. Sanki udmaq istəmirdi. Ancaq halbuki o birisi günlər, yəni digər günlərdə daha həvəslə yeyirdi. Yəni bir gün yaxşı olur, 2 gün pis olur. Elə qəribə bir döngüyə girmişik. Hər 3 saatın tamamında İncini biz qidalandırırıq. Bəzən elə olur ki, belə deyim, məsələn, bir dəfə qatı qida veririksə, ikinci dəfə bu şəkildə süd veririk, yəni smes veririk. Yəni davamlı olaraq qatı qida yedizdirmirik. Amma çalışırıq ki, axşama saxlamayaq qatı qidanı. Çünki axşam saatlarında həzm problemləri daha çox yaranır uşaqlarda. Təzə oturacağında da bir də görürsünüz ki, uzun müddət otura bilmir. Maksimum 15 dəqiqə falan oturur. Daha sonra ağlayır ki, məni buradan çıxardın, qucağınızda gəzdirin. Sonra biz qucağımıza gəzirik. Bu dəfə də yenə başlayır narazılıq eləməyə. Bəzən doğrudan adam bilmir neynəsin ki, yəni uşağın razı sala bilsin, tək ki ağlamasın, incinməsin. Bu arada o qədər danışdım ki, deməyə unutdum. Atamız axır ki gəmidən qayıtdı. Bir neçə ay bizimlə birgə olacaq. Ümid edirəm bu sayədə daha çox, daha tez-tez videolar gələr. İnci xanımı hər zaman yedizdirib, içizdirib oynadırıq. Daha sonra da yorulur və çıxardırıq havada yatızdırmağa. Əsasən günün birinci yarısı bunu edirik. Çünki ikinci yarısı normal olaraq hava birdən-birə soyuyur və çox soyuq olduğundan biraz üşüyər ya da soyuq dəyər deyə qorxuruq. Bu səbəbdən evdə yatızdırmağa çalışırıq. Nəhayət axşam saatlarında İncinin axşam yeməyini hazırlayıram. İçinə bir ədəd və bir də bir peçenyanın yarısını bu şəkildə qatıb isti suda gözlədirəm. Daha sonra başlayacağım bunu qarışdırmağa çoxlu. Qarışdırıb suda tam həll etdikdən sonra 120 ml suya 4 qaşıq smes tozu əlavə edirəm və südümüz hazır olur. Axşam saatlarında öyrəndik ki, dayımın oğlu xaricdən gəlib Azərbaycana. Səhv etmirəmsə bir neçə həftə burada qalacaq və biz də yollandıq dayımgilə. Düzdür, mən İnciyə görə biraz tez gəldim evə, yəni görə bilmədim. Ancaq inşallah bugün anamın ad günüdür.
bugün görüşərik. İnci əsasən tanımadığı və tez-tez getmədiyi ortamlarda çox tez sıxılır, huysuzlaşır. Bu səbəbdən məcburən evə tez getməli olur. Və burada artıq huysuzlaşmışdı. Üz ifadəsindən də görürsüz ki, nədənsə çox narazıdır. Ona görə də tez yığışıb gəldik evə. Evdə qəşəng sakitləşdi. Başladı oyuncağı ilə oynamağa. Mən də həmin sırada gecə üçün yemini hazırladım və yuxarı çıxardım. Burada isə artıq səhər saatlarıdır. Birgə səhər yuxudan oyanmışıq və aşağı enirik. Və aşağıda altını təmizləyib paltarını dəyişəndən sonra tez yeməyini hazırladım, verdim. Və saat təxminən 12-1 arası da mütləq şəkildə sıyıq verirəm. Bu dəfəki sıyığımız da yenə Kabritanın yulaflı sıyığı oldu. Ümumiyyətcə qatıb qarışdırmıram. Əvvəl belə eləyirdim. Məsələn, bir gün yulaflı verirdim, bir gün düyü verirdim və s. Bu uşağın həzm sistemini pozur. Mütləq şəkildə bir paket bitirib başqasına keçmək lazımdır. Belə eləyəndən bəri fikir verirəm ki, qarın ağrısı və s. olmur. Burada da gördüyünüz kimi iştahla yeyir. Burada da İnci xanım atası ilə birgə oynayır. Həm oyuncaqlarla, həm almalarla. Bu arada almalarla oynamağı çox sevir. Daha önce de dediğim kimi bugün 19 noyabr anamın doğum günüdür. O 45 illik yubileyini qeyd etdi bugün. Burada belə mini bir şəkil hazırlatdıq. Burada mən, anam, İnci və bacımdır. Və burada da sizə anamın hazırlamış olduğu masanı göstərmək istəyirəm. Bu sadəcə bir hissəsi idi. Və burada İnci xalamın qucağındadır. Onun koftasındakı bu zərli hissə ilə oynayır. Ümumiyyətcə belə parlaq şeylər onun çox diqqətini cəlb edir. Bu gülləri isə atam almışdı. İstədim belə yaxından çəkim. Ən çox sevdiyim güllərlə qırmızı qızıl güllərdir. Bu dəfə anamın 45 illik yubileyinə özəl fərqli bir tort hazırladıq və Pinterestdən çox qəşəng bir model seçdim. Onun adına özəl belə möhtəşəm bir model seçdim və çox gözəl bir şəkildə hazırladılar. Çox razı qaldım. Bu da belə hər birimiz toplaşdıq. Əsas da xalamın nəvəsi, mənim qızım, bacım, anam və xalamın kiçik oğlu hamımız yığışdıq birlikdə tort kəsdik və üfürdük. Arzu edirəm ki, anam heç vaxt bizim başımızdan əksik olmasın. Həmişə qızlarının və nəvələrinin xoş günlərini görsün, onların başında dursun. Və ən böyük arzumuz odur ki, inşallah növbəti yubileylərinin hər birini öz kəndimizdə qeyd edək. Əgər bura qədər videomu səbirlə, təmkinlə və zövqlə izlədinizsə, hər birinizə minnətdaram və daha çox belə videoların gəlməyini istəyirsinizsə, bizi izləməyi və like etməyi unutmayın.